Dostlar, deməli mən keçən dəfə Orhan Veli'nin Anlatamıyorum şeiri haqqında bir anket paylaşmışdım ki, bu şeir ciddi şeirdir, yoxsa ironik xüsusiyyətləri özündə birləşdirir. Anketin nəticələrini burada paylaşıram indi. Böyük bir insan burada şeirin ciddi olduğunu vurğulamışdı. Mən də bu şeirin ciddi və yaxud da ironik olmasını sırf qarib istiqamətinin, yəni qarib hərəkətinin xüsusiyyətlərinə uyğun formada incələməyə fikirləşdim. Buna görə də qarib hərəkətinin əsas xüsusiyyətlərinə birinci baxmaq lazımdır. Bildiyimiz kimi Orhan Veli, Oqtay Rıfat və Melih Cevdet qarib istiqamətinin əsas belə öncülərindən biri hesab olunurdu. Həmin dövr Türk ədəbiyyatı üçün böyük bir inqilabi xarakter daşıyırdı bunların ədəbi görüşləri. Və bu ədəbi görüşün bir neçə xüsusiyyəti var. Yəni bir növ manifest kimidir. Birinci xüsusiyyətləri də türkcə deyəcəm bu arada ki, türk yoldaşlarımız da anlasın. Çünki anketdə türklər də iştirak eləmişdi. Birinci xüsusiyyət mısracılığa qarşı tutum sərgiləmişlərdir və anlamı dizəyə deyil, şiirin geneline yaymayı düşünmüşlərdir. İkinci, vezin ve kafiye karşıtıdılar. Yani vezin ve kafiye ile şiir yazmayı karşı çıkmışlardır. 3. Şiirin başka sanat dallarıyla ilişkilendirilmesinin, onlardan alıntı alınarak şiir yazılmasına karşı çıkmışlardır. Nitekim eskiden Nazım Hikmet ve Servet-i Fünun dönemi edebiyatı şairlerinin hepsi ya musiki veya ressamlıktan esinlenerek şiirler kaleme almaya çalışmışlardır ki Grip buna karşıydı. 4. Eski şiir duyuş tarzını reddederek şiirin azınlığın değil halkın ve çoğunluğun sesi olarak nitelendiriyorlardı. 5. Konuşma diline ve sokak diline yakın bir dil kullanmaya başlamışlardır ki bu şiirlerde argo kelimeler ve küfürler bile bulunmaktadır. Bununla paralel bir tek akımlardan hiçbir akımı kabul etmiyordu bu garip hareketi. Bir tek sürrealizm yani gerçeküstücülük akımını kabul ediyorlardı ki burada da çocukluğu anımsatan örnekleri vermek için. Bundan əlavə qarib hərəkətinin, yəni istiqamətinin, bu arada onu da deyim ki, qarib hərəkətdir, yəni istiqamətdir, cərəyan deyil. Yəni çox adam bunu qarib akımı deyə səciyyələndirir. Amma mənim daha doğrusu yüksək lisans, magistr elmi rəhbərim Hakan Besçə Saziyek, onun doktorantura dissertasiyası qarib hərəkət üzərinə dissertasiya idi ki, onun dediyinə görə qarib akım deyil, yəni cərəyan deyil, bir istiqamətdir, bir belə deyək də cərəyan alt bir təbəqəsidir və lokal, sadəcə Türkiyədə yayılmış bir istiqamətdir. Və bu şeir xüsusiyyətində bir neçə sistematik, strukturalist xüsusiyyəti vardır ki, onun ən önəmlisi misra sayısının, yəni misranın sayının az olmasıdır. Daha çox 5 və 6 misradan ibarət şeirlər qələmə alırdı bu şairlər. Bununla paralel şeirin uzunluğu adətən 6-7 sözdən ibarət olurdu. Yəni şeirlər Nazım Hikmətin şeirləri kimi nə şaquli formada, nə də üfüqi formada o qədər də uzun deyildi. Minimal şeirlər yazmağa daha çox üstünlük göstərirlərdi. Və qarib istiqamətinin tematik olaraq ən önəmli xüsusiyyətinə indi gəlirik. Bunu da Türkçe demək məcburiyyətindəyəm. Qarib akımının tematik özellikleri 3 formada nitelendirilmektedir. 1. Karşıtlılık, 2. Mizah, 3. Öykülemedir. Karşıtlılık birbirine yakın veya aynı sayıdaki dizeler arasında olmaktadır. Yani iki tezatlı düşüncenin aynı şiirde tecelli etmesine karşıtlılık deniyor. Veyahut da Orhan Veli'nin Ciğercinin Kedisi ve Sokak Kedisi şiirleri birbirine karşıt tutum sergilemektedir. Veyahut da Oktay Rıfat'ın ve Melih Cevdet'in bazı şiirlerinde çoğu zaman aşağıda bir satır ve iki satır dizeler görüyoruz ki bu dizeler ondan önceki mısralarla karşıt tutum yani çelişkili tutum sergilemektedir. Ki bu da dolayısıyla mizaha getirip çıkartıyor. Yani ironiye getirip çıkartıyor. Ve garip hareketinin en önemli üçüncü faktörü öykülemedir ki herhangi bir şey tahkiye
veya bir şeyi anlatımsı bir tutumla şiiri okura öğretmeye çalışmaktadır. Bu üç tutum garip hareketinin tematik özelliklerindendir. Ve gelelim meşhur o şiire, anlatamıyorum şiirine. Şiirde en üstte sağda moro romantico diye bir kelime var. Moro romantico kelimesi nedir? Artıq Azərbaycanca deyə bilərəm. Moro romantiko ifadəsi həddən artıq, yəni türkçə aşırı romantik olmaq mənasını ifadə eləyir. Və fikir vermirsənsə moro romantiko iki sözdən ibarətdir. Amma geri qalan şeirin struktural quruluşu ikidən daha çoxdur. Bu struktural təzad yaradır poeziyada. Bununla paralel şeirdə üç fərqli poetik və ya daha doğrusu incəsənət sahəsinə göndərmə olunur. Yəni daha onlar tənqid olunur. Məsələn, tutaq ki, şeirdə deyir ki, ağlasam sesimi duyar mısınız mısralarında. Bu şeirin, bu misranın izahını daha çox Tofiq Fikrətin, yəni Tevfik Fikrətin Yağmur şeirinə istinadən verirlər. Çünki Yağmur şeirində t və d samitlərinin təkrarı sanki yağışın səsinə göndərmədir. Ki, bayaq biz demişdik ki, qarib hərəkəti digər sənət dallarından, sənət sahələrindən istinad edərək poeziya yaratmağa qarşı çıxmışlardı. Yəni musiqili poeziyaya qarşı çıxmışlardı ki, ağlasam sesimi duyar mısınız mısralarımda misrası əslində Tofiq Fikrətin həmin o Yağmur şeirində, hətta o misranı mən belə deyim, küçük mutarrid müəttib darbelər, yəni t və d səslərinin təkrar olunmuş misrasına qarşı çıxaraq onu ironik formada əslində tənqid eləyirdi. Bundan ziyadə şeirdə dokunabilir misiniz göz yaşlarımla ellerinizlə? Bu misrası kaliqramma sənətinə qarşı çıxmaqdır. Yəni kaliqramma sənətinin tənqididir ki, letrizm daha çox bunu istifadə edir ki, Gülen Apollinairdən gələn bir ənənədir bu ki, o vaxt türk ədəbiyyatına daha çox yansımışdı və Orxan Vəli bu belə deyə sənəti həmin bu dokunabilir misiniz göz yaşlarıma ellerinizlə misrasını sanki bədii sual kimi ironik bir yanaşma sərgiləməyə çalışırdı. Bir də burada bir misra vardı. Bir yer var, biliyorum. Her şeyi söylemek mümkün. Epeyce yaklaşmış duruyorum, anlatamıyorum. Həmin bu misranı tənqidçilər daha çox Ahmet Haşimin Karanfil şeirinə göndərmə olaraq səciyyələndirirlər ki, Ahmet Haşimin Karanfil şeirində belə bir misra vardı ki, yarın dudağında getirmiş bir katre alevdir bu karanfil, ruhun acısından bunu bildi diye misrasına tənqid, ironik və göndərmə olaraq səciyyələndirirlər ki, deyirlər ki, bu misra simvolizmə qarşıdır. Ümumilikdə şeir simvolizmə qarşı bir istiqamətdə bir belə deyək də tutum sərgiləyib. Nə qədər ki, şeir özü simvolizmə qarşı olsa da, simvolizmin xüsusiyyətlərinə cavab verən bir poeziyadır, onu da sizə deyim. Əslində Orxan Vəli bu şeirdə simvolizmi öz xüsusiyyətləri ilə tənqid edir. Yəni ümumilikdə nəzəri baxımdan biz götürəndə və Hakan Behçet Sazek kimi tənqidçilərin fikrini ələ alanda görürük ki, bu şeir ironik şeirdir. Yəni ciddi formada hər hansısa insanın daxili böhranını yansıda biləcək bir şeir deyil. Bundan əlavə hətta bəziləri də tənqidçilərin bir çoxusu da deyir ki, bu şeir ümumiyyətlə Ahmet Haşimin tənqididir ki, çünki Ahmet Haşimlə Orxan Vəlinin arasında ümumiyyətlə tənqid sıxıntıları vardı. Məsələn, Ahmet Haşimin bir şeiri vardı ki, göllərdə bir kamış olsan misrasına, məsələn, Orxan Vəli çevirib eləmişdi ki, bir də rakı şişəsində bir balıq olsam. Məsələn, bu tip göndərmələr çoxdur Ahmet Haşimə və yaxud da digər Tofiq Fikrət kimi digər ədəbiyyatçılara, ədiblərə. Ümumilikdə qarib istiqamətinin xüsusiyyətlərini nəzərə alanda biz görürük ki, bu şeirdə ciddiliyi axtarmağın yerinə daha çox ironik aspektdən təhlil edib, ironik aspektdən nəticə çıxarmaq lazımdır.